Salam əziz izləyicilərim, hər vaxtınız xeyir olsun. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün sizlərlə ilin 4 fəsli sağlam və gümrah olmaq üçün və eyni zamanda da bədəndə olan artıq yağlardan azad olmaq üçün çox faydalı bir resept paylaşıram. Hazırlamaq üçün portağal, limon və zəncəfili yaxşı yumuşam. Portağal və limonu qabıqları ilə birgə istifadə edəcəyim üçün onların üzərini soda ilə sürtüb, sonra yaxşı yumuşam. Əvvəlcə zəncəfilin qabığını bıçaqla bu cür qaşıyaraq təmizləyirəm, sonra doğrayıram. Ümumiyyətlə zəncəfil bədənin immunitetini gücləndirir, soyuq dəymədə çox faydalıdır, həzmi sürətləndirir və orqanizmi isidir. Sonra portağalı doğrayıram. Portağal da güclü antioksidantdır, immun sistemini qoruyur və bədənə enerji verir. Limon isə bildiyimiz kimi C vitamini ilə zəngindir, bədəni təmizləyir, yorğunluğu azaldır. Hamısını doğradıqdan sonra blendera əlavə edirəm. Üzərinə 1 çay qaşığı darçın, 1 çay qaşığı sarı kök və yarım çay qaşığı üyüdülmüş qara dənə istiot əlavə edirəm və yaxşıca blenderlə qarışdırıram. Sarı kök güclü iltihab əleyhinə bir vasitədir, immuniteti gücləndirir, təbii antioksidantdır. Darçın qan şəkərini tənzimləyir, boğaz ağrılarında mükəmməl təsir göstərir, maddələr mübadiləsini sürətləndirir. Qara istiot isə həzmi yaxşılaşdırır, sarı kökün təsirini artırır və orqanizmi isidir. Artıq hazır oldu. Gördüyünüz şəkildə bu cür qəliblərə doldurub buzluqda 5-6 saat saxlayıram ki, donsun. Donub bərkiyəndən sonra qəliblərdən çıxarıb salafan paketlərə yığıb buzluqda saxlayıram. Bu cür etdikdə sonra istifadə etmək daha rahat olur. Bunu istifadə etməklə həm güclü immunitetə sahib olacaqsınız, həm də zamanla artıq yağlarınızdan azad olacaqsınız. Yəni bu qarışım həm immuniteti gücləndirir, həm də orqanizmə detoks təsiri göstərir. 5-6 saat sonra buzluqdan götürürəm, qəlbdən çıxarıb stəkana atıram və üzərinə də qaynar su əlavə edirəm. 45-50 dərəcəyə qədər soyudub, üzərinə 1 çay qaşığı bal əlavə edirəm və qarışdırıb nuş edirik. Balı qaynar halda əlavə etməyin ki, keyfiyyəti itməsin. Videom xoşunuza gəldisə, kanalıma abunə olub bəyənib paylaşaraq dəstək olmağı unutmayın. Sağ olun və hər zaman sağlam qalın.